Özünü kanala atan qızını xilas etmək istəyən şəxs boğularaq ölüb. Hadisə Bərdədə Nazırlı kəndində qeydə alınıb. Belə ki, uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən 44 yaşlı kənd sakini Sərəncam Yasin qızı Kərimova özünü kəndin mərkəzindən keçən su kanalına atıb. Bunu görən 1957-ci il təvəllüdlü Yasin Əvəzoğlu Kərimov qızını kanaldan çıxarmağa çalışsa da suda boğularaq ölüb. Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. Qeyd edək ki, deməli Kərimov uzun illər kənd məktəbində ibtidai sinif müəllimi işləyib. Allah qəni-qəni rəhmət eləsin və belə ataları görəndə adam ürəyindən nə keçir? Baxın, 44 yaşlı ruhi xəstə bir övladına 44 il baxıb, saxlayıb və onun uğrunda da həyatını verdi. O insanlar ki, övladlarını belə deyək də, atırlar, görməzdən gəlirlər, o alimentin məbləği biraz yuxarı qalxanda canları çıxır. Bax, həmin insanlara, bax, bu kişi nümunədir həqiqətən. Allah qəni-qəni rəhmət eləsin, Allah yerini behişt eləsin.